Salam əziz şagirdlər, hər vaxtınız xeyir olsun. 9-cu sinif gün test toplusundan iş uzaqlar bölməsindən ilk 50 sualın şagirdlər üçün ilk anlayışını verək, test üzərindən inşallah köməyimiz dəyər, şagirdlər sərbəst işləyə bilər. Deməli, verir ki, iş uzağının iki tərəfi 12,5 və 6,8 olarsa, iş uzağının üçüncü tərəfi uzunluğunu ala biləcəyi ən böyük tam qiymətdir. Bilir ki, uşaqlar, biz iş uzağın üçün sizə belə qayda deyək ki, üçbucağın hər hansı iki tərəfi verilibsə AB. Üçüncü tərəfi tapmaq üçün bilirik ki, digər iki tərəfin fərqinin modulundan böyükdür, zəmindən də kiçikdir. Deyək, nümunə göstərirəm. Biri 12 idi, biri 6 idisə, üçüncü tərəf 12 ilə 6-nın fərqi 6-dan böyük olur, 18-dən kiçik olur. Sadəcə bizdə verilən ədədlər 12,5 və 6,8-dirsə, 12,5 ilə 6,8-dirsə, bunları biz 12,5-i üstünə 6,8 gəlsək, elə 18, 19,3-dən kiçik, 19,3-dən kiçikdir, cəmindən kiçikdirsə, fərqindən də böyükdür. 12,5-dən 6,8-in çıxanda qalar necə? 5,7. 5,7. Deməli, bizim C ədədimiz hansı ədədlər ola bilər? 6-nın özünü alır, bir də 19-un özünü alır. Bunlar arasında neçə dənə tam qiymət var? Bilir ki, 19-dan 6-sını çıxıb, üzərinə 1 gəlirik. Hər iki qiymət daxildir. 13-ün üstünə 1 gələndə 14. Deməli, 14 dənə tam qiymət ala bilər. Keçək növbəti sualımıza. Bizdən nəyi soruşur? Ən böyük tam qiymətini soruşursa, artıq burada biz ən böyük tam qiyməti neçə görülmüşdür orada? 19, yəqin ki, və yaxud ki, sualımızda ən böyük tam qiymətimiz 19, cavab 19-dur. Sayını soruşsa ki, neçə dənə tam qiymət ala bilər, onda 14 demiş olaraq. İti bucaqlarından biri 40 dərəcə olan düzbucaqlı üçbucağın digər iti bucağını tapın. Uşaqlar, biz bilirik ki, düzbucaqlı üçbucağın bir bucağı düzbucaqdır. Digər iti bucaqlarından biri 40 dərəcədirsə, onda o biri bucağın nə qalır? 50 dərəcə. Çünki üçbucağın iti bucaqlarının cəmi 90 dərəcədir və ümumiyyətcə istənilən üçbucağın daxili bucaqlarının alfa, beta, qamma'dırsa, alfa plus, beta plus, qamma bərabərdir 180 dərəcə. Əgər bizdən soruşsa ki, üçbucağın xarici bucaqlarının cəmi, bilin ki, hər hansı tərəfin uzantısı ilə digər tərəf arasındakı qalan bucaq üçbucağın xarici bucağıdır. Xarici bucaq daxili bucağa qonşudur və bilir ki, xarici bucaqla daxili bucağın cəmi 180-dir. Alfa qonşu olan x-dir, beta qonşu olan y-dir. Qammaya qonşu olan da nə olsun? Z olsun və xarici bucaqların cəmi x plus z plus y bərabər olur 360. Yadımızda saxlayaq, istənilən çox bucaqlı xarici bucaqların cəmi 360 dərəcəyə bərabərdir. Cəmi 124 olur, üçbucağın üçüncü bucağını tapın. Üçbucağın bucaqların cəmi 180-dən istifadə edərik. Bunlar sadədir. Düzbucaqlı üçbucağın hipotenüzün verib 13. Hipotenüz bilir ki, düz bucaq qarşısındakı tərəfdir. Katetlərindən də birini verib 12. Digər kateti soruşur, deyək ki, bu A-nı soruşur. Bilirik ki, Pifaqor teoreminə görə katetlərin kvadratları cəmi hipotenüzün kvadratına bərabərdir. Mən burada A katetini tapıramsa, B-ni keçidərəm sağ tərəfə və kökə salaram. Z kvadrat çıxaq, B kvadratı. O da 13-ün kvadratından 12-nin kvadratını çıxanda 5-in kvadratı qalar. Keçən növbəti suala. X-bucağını tapın. Bilirik ki, 40 dərəcədirsə, bunun qarşı bucağı da 40 dərəcədir. 70 isə qarşı bucağı 70 dərəcədir. Onda daxili bucaq olur 40-dan 70-in cəmi 110. Burada 70 qalırsa, 70-in də qarşısı x-dir. X-imiz də neçə olur? 70 dərəcə. 10-cu sualda 13 midir? Keçək görək növbəti suallar. Sadəcə testdə izah verilmişdə fərqli sualları uşaqlara yönləndirirəm ki, yazmaqda çətinlik çəkməsinlər ki, dərsi yenidən izah olunacaq. 12-ci sual. Oturacağı AB olan bərabər yanlı ABC üçbucağında BC tərəfi üzərində D nöqtəsi qeyd olunur. CAD 48,
CAD 48'dir. Bunu biraz ölçümüzü kiçildək. CAD 48, sonra BAD 17, bura 17. Əgər bizim bərabər yanlı üçbucağında oturacağı bitişik bucaqlar bərabərdirsə, ümumi A bucağını götürsəm 58, 65 isə B bucağı da 65 olur. B bucağı 65-dirsə, onda A bucağı da 65, neçə elədir? 130, C bucağı neçə qalır? 50 dərəcə. Onda cavab C bucağını soruşsa 50 dərəcə. Üçbucağın bucaqlarının nisbəti 4, 5, 9 nisbətində kiçik bucağı soruşur. Bilirik ki, üçbucağın bucaqlarının cəmi 180-dir. 4K, 5K, 9K bərabər 180. Buradan alırıq ki, 18K-mız 180-dirsə, K-mız neçə olur? K bərabərdir 10. K-nın yerinə 10 yazsaq, kiçik bucağı soruşur 4K, 4-ü də 10-a vursaq 40. 15-ci suala baxaq. A düzxətti AB və AC tərəfləri düzxətlərlə kəsişir. X bucağını tapın. Baxaq. Deməli, bunu biraz yaxınlaşdıraq. Sualımız geniş görsənsin. Aha. Bax uşaqlar, bilirik ki, balaca buradakı görünən üçbucağın bucaqlarının cəmi 180-dirsə, 100 ilə 48-in cəmi 148, bura qalır 32. Böyük bucağın bucaqlarının cəmi 180-dirsə, 50-nin üstünə 32 gəlsən 82, 180-dən də 82-ni çıxsan B-ni taparam ki, o da elə 98 dərəcə. Sonra 18-ci suala baxaq. AB bucağını tap. Bucağın yadımızda saxlayaq uşaqlar. Hər hansı bir xarici bucağı, deyək bu X. Buna qonşu olan alfadır, biri betadır, biri gammadır. Hər hansı xarici bucağı X-imiz özünə qonşu olmayan iki daxil bucağın cəmi. Özünə qonşu olan alfadır, amma qonşu olmayanlar, buranı beta qəbul edək, qonşu olmayanlar beta ilə qammanın cəmidir. Burada göstərsək ki, AD B bucağında B bucağı 55 xarici bucaqdır. Ona qonşu olmayan biri B'dir, B də A'dır. Buradakı bucaq 45 ilə neçəni toplasaq 55 ilə 10 dərəcəni. Bizdən haram soruşur? DAB bucağını soruşur ki, ona da 10 deyə bilərik. Sonra keçək növbəti sualımıza. Bərabər yanlı üçbucağın perimetri 84-dür. Yan tərəf oturacağının 1,5 dəfə böyükdür. Baxaq uşaqlar. Deməli, bərabər yanlı üçbucaqdırsa, perimetri 84, yan tərəf oturacaq 1,5 dəfə böyük. Oturacaq X isə yan tərəf olur 1,5x, 1,5x. Bunları toplasaq 4x bərabər 84 isə x bərabərdir 21. Bizdən haranı soruşur? Üçbucağın oturacağını tapın, elə oturacağı neçə oldu? 21. Bərabər yanlı üçbucağın xarici bucaqlarından biri 60 dərəcədir. Biz bərabər yanlı üçbucağın xarici bucaqlarından biri 60-dırsa, onun oturacağındakı bucağı biz götürə bilmərik. Niyə? Çünki bura 60-dırsa, onda bu 120 olsa, məcburdur bu da 120 olsun. Çünki ikisinin cəmi 240 eləyir. Bu da üçbucağın bucaqlarının cəminə ziddir. Ona görə biz 160 dərəcə xarici bucağı yuxarıda götürməliyik. Deməli, xarici bucaqlarından biri 60-dırsa, bura qaldı 120 dərəcə. Üçbucağın bucaqlarının cəmi 180 olduğuna görə oturacağa bitişik bucaqlar bərabərdir. 180-dən 120 çıxsam 60 yarısı neçə qalır? 30 bura, 30 bura. Bizdən nəyi soruşur? Bucaqların tap 30 dərəcə və 120 dərəcə olan cavabda görünür. 22-ci çalışmaya baxdıqsa, cavab A bəndi olduğu görünür. Aha. Biz indi 26-cı sualda Pifaqor teoremini bayaq dedik, yenə deyirik. Kateti tapaq. Deməli, x bərabərdir kök altda 5-in kvadratı 5, çıxaq 1-in kvadratı 1, kök altda 5-dən 1-in çıxanda kökdə 4 qalar, 4-dən neçə eləyər? 2. Bu suallar eyni suallardır. Baxın, uşaqlar, 29-cu sualda xarici bucağı verir 120, özünə qonşu olmayan iki daxili bucağın cəmidirsə, 70-in üstünə nə gəlsək 120 ilə 50. Bu da bizdən CAB-ni soruşur. 31-ci sualı izah eləyək. Üçbucağın bucaqlarını müqayisə edin. Belə bir xassəni biz nəzərimizə çatdıraq ki, yadımızda saxlayın. Üçbucaqda böyük bucaq qarşısında böyük tərəf və yaxud da böyük tərəf qarşısında böyük bucaq durur. Kiçik tərəf qarşısında kiçik bucaq durur.
Nə deməkdir? Burada ən böyük tərəfi neçədir? 8. Deməli, 8-in qarşısındakı bucaq ən böyükdür. Alfa. Sonra tərəf 7-dirsə, 7-nin qarşısındakı ən böyükdür. Betadır. Və ən kiçik də neçədir? 5-dirsə, 5-in də qarşısındakı tərəf bucaq qammadır. Alfa böyük, beta da böyükdür, qamma. Və yaxud da qamma kiçikdir, beta da kiçikdir, alfa. Böyük bucaq qarşısında böyük tərəf durur, kiçik bucaq qarşısında kiçik tərəf durur. 33-cü sualdan birini göstərim sizə. 70 isə eyni qaydanın qarşısı da 70-dir. 60 isə qarşısı 60-dır. İkisinin cəmi 130 isə bura nə qalır? 50 dərəcə qalır. 35-ci sual çətinlik çəkərsə 120-nin qonşusu olan 60-dır. 50 ilə 60-ın cəmi 110-dur. Onda alfa bucağı neçə qalır? 70 dərəcə. Çünki bucaqlar cəmi 180 eləməlidir. Təm bölən birlikçi bucağı yarıya bölür. 37-ci suala baxırıq. AM-si 70 dərəcədir. Baxın uşaqlar. Biz şəklimizi yenə görürük. 37-ci suala baxıram. AM-si 70 deyildir. Bax, bura 70 dərəcədirsə, onda 70. C bucağı 90 dərəcədirsə, bura 20 dərəcə qaldı mı? 20. Deməli, təm böləndirsə, 20 dərəcədirsə, eyni qaydanın sağ tərəfdə 20-dir. Ümumi A bucağı 40 dərəcədirsə, onda B bucağı nə qalır? 50 dərəcə. Çünki düz bucaqlı üç bucağı bayaq dedik ki, iki bucaqların cəmi 90 dərəcə. Bu suallar asan suallardır. 41-ci suala baxırıq. Yadımızda saxlayaq. Üçbucağın orta xətti oturacağa paraleldir və onun yarısına bərabərdir. 16-dırsa oturacaq 16-dırsa orta xətt oldu 8. Orta xətt yan tərəfləri yarıya bölür. AM 6-dırsa MB də 6-dır. MC 7-dirsə BN də 7-dir. Bizdən BM-nin perimetri soruşur. Bu üçbucağın perimetrini soruşur. Deməli 6 üstə gəl 8 üstə gəl 7. O elə neçə 21. Yəqin ki, cavab 21-dir. 43-cü bucağı kəsən paralel sifətlər arasında teoremə görə bir tərəfində bərabər parçalar ayırırsa, digər tərəfində də bərabər parçalar ayırır. Deməli, bir tərəfində 6, 6, digər tərəfində də deməli, eyni parçadırsa, bura 5-dirsə, burada 5-dir, eyni qaydanın burada 5-dir. X-imiz də neçə olur? 6. X plus Y cəmi neçə verir? 11. Eyni qaydanın 44-cü sualı. Amma mütənasib parçalarda deyir ki, bir tərəfində mütənasib parçalar ayırırsa, digər tərəfində də mütənasib parçalar ayırır. Məsələn, bura 6, bura 4 olsa, onda nə edərik? 4-ün nisbəti 6-ya bərabərdir, Y-in nisbəti 5-ə deyərik də, nisbətlər bir-birinə bərabər olmalı. Yəni, qısa bir tərəfdə bərabər parça ayırırsa, digər tərəfdə də bərabər parçalar ayırır. 45-ci sual, median, üçbucağın medianı. Bunları mən artıq əlavə dərsdə sizə izah verəcəm.